Ölənin günahı bəs onda ölürsə, deməli günah orada çoxdur. Ölüm varsa, deməli orada günah çoxdur. Mən yenə deyirəm, mən öz qardaşımla xalam oğlunun ölümündə öncə həmişə qardaşımı günahlandırırdıq ki, apardın, qalxın, balasını öldürdün, gəldin. Amma gəlib oxuyanda gördüm ki, qınaqdan, bədduadan, tənədən, şər böyükdən deməkdən insan evladını Allah əlindən ala bilir. Deməli, orada mən yersiz qardaşımı da qınamışam. Qardaşım öz səhvinin cəzasını yaşadı, xalamın oğlu da xalamın tökdüyünü daddı. Vəssalam. Mən özümdən danışıram, bax, ya da demirəm. Ölənin günahı ananın bədduasıdır, şəri böyükdanıdır, barışmamasıdır, bağışlamamasıdır, mənəmliyidir, təkəbbürüdür, ondan doğula bilir. O ölüm onu apara bilir. Vəssalam. Deyirsiniz, Allah yazır ölümü, bəs bəddua necə olur? Bəddua qarğışdır da. Necə deyir Quranda? İnsan xeyirli dua etdiyi kimi bəddua da edər. Əgər Allah bu insanın, bu ananın bədduasını qəbul edərsə, anındaca ya onun özünü, ya da evladını məhv edər. Gördün mü? Buradan doğulur bu söz. Bu evladın, ananın mirası, yani daşıyıcısı olması Kur'an'dan açıklanır. Bedduadan açıklanır ki ya onun özünü ya da evladını məhv eder. Bak, bu maşında gəziyə gələn ananın bədduasından gəziyə gələ bilər. Başa düşdün? Mənim qardaşımla xalam oğlu maşında gəziyə gəldilər. Xalam oğlu qardaşımın yanında rəhmətə getdi. O ananın dili bəddualıydı. Bədduasız da insan yox. Hamının dilində var. Onun çəkisi var. Misli var. Artıqdırsa ananın bədduası olur. Oğlanın özünün səhv addımı olur. Atanın da kimisə birini əgər bədbəxt eləyibsə, o qədər yüzlər, minlərlədir belə kişilər cavanlığından. Onu orada aldadır, bunu burada aldadır. Buna burada sahiblənir, atır gedir. Bunlardan doğulur. Bunlar hamısı üst-üstə gəlir. Bax, bu ölüm hökmü ata-ananın mirasını belə daşıyıcısı olur. Bəli, budur. Allah bağışlayandır. Biz kim? Bəli, biz bağışlamıram deyiriksə, artıq biz Allah'tan özümüzü nəyi ki şərik üstün tuturuq, onun da bədəli var, onun da cəzası var. Ölümlə nəticələnəcək cəza var oradadır. Bəli. Kimdiz arzun tərəfini saxlanan üç arzun tanımıram. Samir. Allah'ın hükmüdür. Mən tanımıram arzun. Bir-iki dəfə görmüşəm ama. Allah nə buyurur, mən onu söylüyorum. Kimi deyirsiniz, kim barışmır? Valla bacıydı deyəsən, bilmirəm, təsadüfən bu Orxanla söhbət eləyirdi. Ki, nə barış, barışma. Nə qədər barışmayacaqsan, nə qədər bağışlamayacaqsan, onun dalından birində itirəcəksin. Başına gələn başmaqçı olur. Mən acını izah edirəm. Bununla razıyam. Nəsil kök dalaşdı, arada iki təmiz uşaq getdi, bəli, gedəcək. Barışmadın, bağışlamadın, itki çox olacaq. Bu başlanğıçdır. Siz deyirsiniz, səhv edənlərin cəzasıdır, bəli. Boş söhbətdə insanların, insan yer üzünün dürdanəsidir, insanın vətəni yer kürəsi, pis insan yoxdur. Sənin pis baxışın var. Onu Allah ilə yaradı. Sən onun yerində yaratsaydı necə olardın be? Ha? Yaradan Allah'dır. Və sən kimə pis baxıb, pis deyirsən, qınayırsan, o qınadığının yerində yaransaydın, halın necə olardı? İş bundadır. Başa düşdün mü? Pis baxdınsa sənin iş dünyan kirlidir. Bağışlamadın, barışmadınsa sən hüröyünsən.
təkəbbürlüsən, Allahdan özünü üstün tutursan, bunların hamısının cəzası var. Vəssalam. Soli kimdi oğlanın? Yox, bir bloger var burada, xanım, qadındır. Simpatiyam var o qadına mənim. Belə pis qız deyil, amma düzgün ifadə eləmir. Yəni mənəmlikdir, o düzgün deyil. Ondan ona cəza gələ bilər. Onu izah etdim. Ondan elə bir intelligam yoxdur. Amma deyir ki, mən deyirəm ki, bu qız tutulacaq. O düzgün deyil. Allah nəsib edərsə, bəlkə də azadlığı olacaq. Biz bilmirik axı. Bu var. Allah hükmü Allah verir. Nə prokuror, nə hakim. Bir də gördün elə çevirdi ki, hamının ağzı belə qalacaq. Məsləhətinə şükür. Çünki mən çox möcüzələrin şahidi olmuşam Allahın çıxardığı oyunların içərisində. Rəbbim özü bilən yer. Bəli, ən gözəli budur. Allah bilən məsləhətdir. Bunu Allahın adını, Allahı ortaya gətirməliyik. Allahı önə keçirməliyik. Biz kənara çəkilməliyik. Allah nə məsləhət bilir odur. Nə prokurordur, nə hakimdir, nə vəkildir, nə prezidentdir. Hər kəs hər şeyi təyin edən Rəbbdir. Allah nə nəsib edərsə o da olacaqdır. Vəssalam. Axı Orxan Rəsif oğlu Arzu tərəfdədir. Bilmirəm, mən tanımıram. Nə Arzunu tanımıram, nə Orxanı tanımıram. Bu Orxana müsahibə verən bacının səsini eşitdim bugün. Ki, nə barışmaq, nə barışmaq. Ona cavab verdi. Təsadüfən o da oldu, bilmirəm. Tanımıram, bilmirəm o kimin tərəfindədir. Tam dinləmirəm. Mən sadəcə deyirəm, diqqətli olun. Qınamayın. Tənəyə qalxmayın, bəddualar yağdırmayın. Çünki bunun hamısını özünüz dadacaqsınız. Mən bunu izah edirəm. Nə Orxan tanımıram, nə Arzum tanımıram, nə o bacıdır, nə oğlandır deyirlər, Avtoşolov, heç onu da bilmirəm, tanımıram. Heç birini tanımıram. İzah edirəm, hikmətini izah edirəm mən. İnanan inansın, inanmayan da fikrində qalsın. Yəni məcburiyyət yoxdur. O tutulanda bu insanlara nə verəcək, nə veriləcək, verəcəklər. O qınayanlara cəza. Elə qəşəng cəzalar dadacaqlar ki, ay Allah, mən nə qarmışam ki, bunu yaşadım deyəcəklər. Belə. Gözəl anam Usir deyir, Arzumun imtihanıdır. Bu onun yaxşılığındır. Hər şey ağlı başına gəlsin deyə. Təbii ki, o da cəza yaşayır. Onun cəzasıdır. Bugün onun yaşadığı streslər, o məhkəmə qarşısına çıxması, ona qarşı bu hakim, bu da onun cəzasıdır. Bu da onun cəzasıdır. Amma o atmosferada, o maşın qəza məsələ törətməkdə səhv oğlandadır, öləndədir. Atam rəhmətli həmişə deyir, günah öləndədir. Bu da orada ölsəydi, bunun cəzası da bağır olardı. Görünür bunun da cəzası yüngül gəlir. Onu Allah təyin edir. Amma kimlər ki ona tutulmasını arzu edir, Allah kütlüyüb qavaqlarına qoyacaq, daddıracaq, evlatlarının birindən. Elə yanacaqlar ki, tüstüləri təpəsindən çıxacaq. Bunu deyirəm siz. Acı həqiqət. Ağladı elə bil, ürəyim parçalandı. Sevgidir. Sildir, mən də çox ağlayıram. O qədər ağlar günlərim olub, o qədər çətin vəziyyətlər olub, o qədər qarşı durmalar, tənələr olub. Mən də ağlayardım bir vaxtlar. 95'lər, 96'lar, bax o illərdən gedir söhbət. Baxırdım göylərə, deyirdim, ey axan bulutlar, ağlamaq öyrən, baxıb göz yaşıma, çağlamaq öyrən. Yağışın yağarsa göz yaşım qədər, dünya aləm bundan neysana dönər. Bax, burada elə dərdlərlə gəzirdim, amma hikmət aləminə gələndə dedim ki, mərd odur ki, dərd əlindən eyləməsin ahuzar, mərd odur ki, dərd odur ki, mərd qəlbində tuta bilməsin qərar. Yəni, artıq
Hamısı taleyin sınaqları. O nə qədər zərbələr var, Allah sənə yaşadırsa, hamısının şüküründə qal. İmtihandan keçirsən. Vəssalam. Bağışlayan insanlar bu sizin balanızın ölümüyle nəticələnə bilər. Bağışlamayan, bəli, nəticə bağışlamayan evlad itirə bilər, canından da ola bilər, yatağa da düşə bilər. Onun cəzaları Allah təyin edir. Amma izahı budur. Bağışlamalıyıq. Çünki Allah bağışlayan da deyil. Mən özüm, mənə düşmən kəsilən, mənə necə deyirlər, dünyamı alt üst edən insanları getdim bağışladım. Dedim ki, mən bu işi görməməliydim. Məsləhətinə şükür, gördüm, səhv etdim, məni bağışlayın. Mən gərək sizə bu işdə vasitəçilik etməyəydim. Bu vasitəçilik etdiyim üçün məni bağışlayın. Bağışlamadılar, ömürləri gödək gəldi. Mən bağışladım, Allah'tan da bağışlanma dilədim, sizin qarşınızdayım. Və belə cəzalar var, bağışlamamaqdır. Budur. Çünki onların niyyəti pisdir, Allah haqqı üsürdür. Kimin niyyəti pisdir, özü dadacaq. Amma yaradan Allahdır, biz onları qınamayaq.